1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi iki hissəyə bölünüb. 1840-cı il islahatından sonra Şimali Azərbaycanın 7000 kvadrat kilometrlik ərazisi Dağıstan vilayətinə birləşdirilib. 9000 kvadrat kilometrlik ərazisi isə Ermənistana verilib. Borçalı, Qarayazı və Zəngəzur kimi bölgələrimiz Ermənistan və Gürcüstana birləşdirilib. 1992-ci ildən başlayaraq Dağlıq Qarabağ və Qarabağ ətrafı rayonlarımız işğal olunub. Bütöv Azərbaycana gedən yol bizdən, Günaz TV-dən başlayır. Hər vaxtınız xeyir əziz seyircilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz Güney Azərbaycan və İran, Azərbaycan, o cümlədən beynəlxalq aləmdə baş verən önəmli hadisələri analiz edirik. Əziz seyircilər, bu həftənin yenə də əsas mövzusu işdə qarşı savaşdır, mübarizədir. Amerika indi beynəlxalq bir koalisiya formalaşdırmağa çalışır və bir çox dövlətdə bu koalisiyada yer almasını istəyir. Bu və digər məsələləri müzakirə etmək məqsədilə biz bu gün proqramımıza siyasi ekspertlər Araz Aslanlı və Elşad Paşazovu dəvət etmişik. Xoş gəlmisiniz. Dəvətimizi də qəbul etdiyinizə görə təşəkkür edirəm sizə. Az belə bu məsələdən başlamaq istəyirdim ki, bəli, Amerika Birləşmiş Ştatları indi beynəlxalq koalisiya formalaşdırmağa çalışır. Səhv etmirəmsə 40-a yaxın dövlət də razılığını verib. Bu həftədə 2 dövlət qoşuldu. Böyük Britaniya və Belçika. Böyük Britaniyada da səs vermə keçirildi parlamentdə. Yəni bu koalisiya deyəlim, möhkəmliyi hələ bir qədər hətta suallar doğurur. Amerika demək olarmı ki, həqiqətən bu işidə qarşı bu düşündüyü beynəlxalq koalisiya formalaşdıra bilib? Yoxsa bu hələ bir qədər də bir uzun müddət vaxt aparacaq? Ümumiyyətlə, IŞİD-in nə olduğunla bağlı, biz əvvəlki verilişlərdən birində qısaca danışmışdıq. IŞİD-in nə olduğunla bağlı hələ də geniş ictimaiyyət üçün, eləcə də mənim özüm üçün suallar qaldığına ona görə IŞİD-lə mübarizə nə dərəcədə effektiv olacaq və hal-hazırda gedən proses IŞİD-i ortadan qaldırmağa nə dərəcədə xidmət edir, bu özü sual altındadır. Çünki IŞİD sadəcə İraqda və Suriyada gördüklərimiz isə bununla mübarizə o qədər çətin olmamalıdır məntiqlə. Yəni silahlı qruplardan gedir söhbət. Yox, İraq və Suriyada geniş sosial baza da varsa, bu silahlı qrupları dəstəkləyən geniş bir sosial baza varsa, onda aydındır ki, Amerika Birləşmiş Ştatlarının ən az yaxın şərqdən müttəfiqlərə ehtiyacı var. IŞİD-in əgər yaxın şərq ölkələrindən kənarda, eləcə də deyək Avropa ölkələrində, hətta Amerika Birləşmiş Ştatlarının özündə dayaqları varsa, tərəfdarları varsa, dəstəkçiləri varsa, onda mübarizənin xarakteri bir qədər də fərqli olmalıdır. İndiki görüntü belədir ki, sanki bir neçə il yarı gizli, yarı açıq bir proses gedib və IŞİD deyə bir təşkilat, qrup ya da terror təşkilatı ortaya çıxıb, bir neçə ildir bunun adı eşidilir, son bir neçə ayda bunun gücü daha güclü şəkildə görünüb, amma sanki Amerika Birləşmiş Ştatlarının bu IŞİD-dən anladığı təhlükə kimi bunu belə görür ki, bu dünyanın bir çox ölkəsində ya təşkilatlanıb, ya sosial dayağı var, ya terrorçu qrupları var, ya da ki, böyük maddi dəstəkçiləri var. Çünki əgər sadəcə Amerika Birləşmiş Ştatları üçün hədəf İraqda və Suriyada vuruşan o silahlı qruplar olsaydı, bunları həll eləmək üçün, ortadan qaldırmaq üçün böyük bir koalisiyaya ehtiyac olmaya bilərdi. Yəni, bunlara hansısa hava zərbələri indirərək, bunların qarşısındakı, yəni qarşıda 100 minlərlə döyüşçüsü olan bir ordu yoxdur, ya da bir dövlət yoxdur. 30 min var. 30-40 minlik bir dəstə. Dünyadan böyük terror təşkilatı sayılır ki, maliyyəsi də ən güclü maliyyə sayılır. IŞİD klassik terror yəni, bu Əl-Qaidadır, bu Taliban deyil. IŞİD, Əl-Qaidə deyək ki, dağlarda gizlənən qruplaşma deyil. Və ya PKK ilə mübarizə və İranı götürsək, ya ETA-nı götürsək, bunların xarakteri fərqli idi. IŞİD universal bir təşkilat. Bu gün gördüyümüz İraqda və Suriyada vuruşanlardırsa, deyək sayısı lap 30 mindir. Bununla mübarizə çox çətin deyil. Yəni, qapalı terror təşkilatı... Əlavə nə ola bilər, düşünürsünüz?
Əgər qapalı terror təşkilatının 30 min üzvü varsa, böyük riskdir. Amma açıq mübarizə aparan bir silahlı qrup var. O həm ərazisində olduğu mərkəzi dövlət tərəfindən təhlükə kimi görülür. Həm deyək Əsad rejimi tərəfindən, həm Türkiyə tərəfindən, həm Tehran tərəfindən və digərləri, eləcə də dünyanın mövqeyini açıqlayan bütün digər dövlətlər tərəfindən. Yəni biz bunu dəstəkləyirik deyən bir dövlət yoxdur. Belə olanda istəyir 30 min olsun, istəyir 40 min olsun bir silahlı qrup bunu ortadan qaldırmaq ya da imkanları minimallaşdırmaq çox çətin deyil. Çünki bunun dünyada mənəvi dayağı da yoxdur. IŞİD'in metodların müdafiə edən dünyanın heç yerində kütləvi təbəqə yoxdur. Heç Al-Qaidə kimi terror təşkilat özü də qınayır, baş kəsmələri. Bəzi çox məhdud Azərbaycanda da, digər müsəlman dövlətlərində, hətta əhalisinin çoxluğu müsəlman olmayan dövlətlərdə çox məhdud, bəlkə 1000-də 1, bəlkə də 100 mində 1 insanlar var ki, hansısa əsaslar, əslində əsassız əsaslar gətirməyə çalışırlar. Amma ümumilikdə bunun mənəvi demək bazası yoxdur, sosial bazası yox. Hərbi gücdə bu qədər demək İraq mərkəzi dövləti, qonşu bütün rejimlər və dövlətlər, dünyanın bütün aparıcı dövlətləri, bunların qarşısında 30, 40, 50 minlik bir siyasi qrup ciddi, hərbi qrup ciddi hərbi qrup deyil. Demək ki, ya burada hal-hazırki mərhələdə Amerika Birləşmiş Ştatlarının IŞİD'dən anladığından bizim IŞİD'dən anladığımız bir deyil. Onların ya ciddi kəşfiyyat məlumatları var ki, IŞİD istər İslam dövlətlərində, istər qeyri-İslam dövlətlərində ciddi həm tərəfdara, həm terroristə, yəni deyək IŞİD liderinin əmri ilə terror aksiyası həyata keçirəcək şəxslərə, həm də maddi dəstəkçilərə sahibdir. Yəqin ki, belə kəşfiyyat məlumatı var ki, bunlar birbaşa İraqda və Suriyadakı qrupu tam məhv etmə əməliyyatına başlamadan geniş bir koalisiya yaratmaq istəyirlər. Ki, sabah Avropada ya başqa bir yerdə bu koalisiyanın axı bir məqsədi var. Koalisiya əgər doğrudan bir koalisiya olacaqsa, bunlar kəşfiyyat məlumatlarının operativ şəkildə bir-birindən paylaşmalıdırlar. Ehtiyac yarananda birgə əməliyyatlar keçirməlidirlər. Söhbət sadəcə hərbi əməliyyatlardan getmir. Kiminsə həbs olunması, Amerika Birləşmiş Ştatları Əl-Qaidə ilə mübarizə aparanda metodları var idi. İddia olunurdu ki, dünyanın bir çox ölkəsində Amerika Birləşmiş Ştatlarının səyyar həbsxanaları var. Şübhələndiklərini həbs eləyir. Təyyarə həbsxanalar belə var idi. Orada həm də məhkəməsini keçirilir və s. Yəni, budursa, Amerika Birləşmiş Ştatları onda kəşfiyyat məlumatların bunların hamısından paylaşmalıdır ki, bu dövlətlərlə. Bunlar ondan o səviyyədə əməkdaşlıq edəsin. Niyə görə paylaşmalıdır? Çünki İraq müharibəsindən qaynaqlanan suallar var. İttihamlar var dövlətlərə. Yəni, əgər IŞİD göründüyündən çox böyük bir terror təşkilatıdırsa, Amerika Birləşmiş Ştatları da dünyanın digər dövlətlərdə risklə qarşı-qarşıyadılar. Kəşfiyyat məlumatını paylaşmaq da asan deyil. Yox, göründüyü qədərdirsə, onda hazırki proses IŞİD'i yox eləməyə yönəlikdir, yoxsa şişirtməyə yönəlik, bu sual çıxır ortaya. Nəyə xatırladım? İraqın səhv etmirəmsə baş naziri ya yaxud nazirlərindən biri New Yorkda BMT-nin sessiyası çıxışında belə bir fikir söylədi ki, bəs IŞİD New Yorkda metronu partlada bilər. Ondan sonra sabahsı New Yorkun meri özü şəxsən düşdü metroya, mindi qatara, bir ifadə dedi, sizin sözlərinizə gətirəm onun açıqlamasını. Dedi, terror təhlükəsi hər zaman olub. Sadəcə söhbət onu minimallaşdırmadan deyil. Mən sizə qarantiya verəmərəm ki, New Yorkda kimsə nəsə eləməsin. Çalışacaq ki, minimuma endirək bu təhlükəni. İndi IŞİDlə bağlı da Amerikalı rəsmilər nə deyirlər? O siz deyən fikirlə bağlı. Ki, aydındır ki, bu bir anda 30 mini məhv eləmək, yox etmək mümkün olmayacaq. Adicə Əl-Qaidə, Talibanı yox etmək mümkün olmaz. Amma riskləri minimallaşdıracaq. Və siz bir önəmli məqama toxundunuz, əslində işarələrlə danışırdınız ki, biz bilmirik hələ ki, bunların hələ dəstəkçiləri kimdir, nəçidir. Elşad bəy, burada bir maraqlı cəhət nədir? Vaxtilə deyilirdi ki, belə bir şayələr də gəzirdi ki, IŞİD-ə maliyyə dəstəyi Səudiyyə Ərəbistanı və Qətər bu iki dövlətdən əsasən verilir. Ancaq bu iki dövlət də rəsmən bəyan edib ki, Amerikanın formalaşdırdığı beynəlxalq koalisiyaya qoşulurlar. Nəyə ki qoşulurlar? Basqınlarda, yəni təyyarələrin hücumlarında Səudiyyə Ərəbistanın təyyarələri də iştirak edir. Yəni faktiki müharibədə iştirak edir. Bu nə deməkdir? Səudiyyə Ərəbistanı və Qatar ümumiyyətlə heç zaman
IŞİD-lə əlaqəsi olmayıb, onları maliyyələşdirmir. Bu sadəcə şayədir və beynəlxalq koalisiyaya qoşulmaqla bu şayələri ortadan qaldırırlar və B, əvvəllər gizli dəstək veriblər, ancaq sonradan görəndə ki, ciddi bir təhlükə özlərinə də yaradır. Ondan sonra qərar veriblər ki, Amerikaya qoşulsunlar. Sizcə bu iki variantdan hansı daha həqiqətə uyğundur? Maraqlı yanaşmalardır. Əslində, bir sıra hallarda təksibləri biz davamlı şəkildə, hətta təksibini də müşahidə edirik. Bu mənada biz verilən bir açıqlamanı əsas götürüb o variantın üstünə xətt çəkə bilmərik. Mən Suriya məsələsinə ötəri bir nəzər salmaq istərdim. Suriyada baş verənlər dünyanın gözü qarşısında olub bu neçə illərdə. Bəşər Əsədin hansı qırğınlar törətməsi, atasından qalma vəhşilikləri tətbiqi və onun dozasını daha da artırması hər kəsin gözü qarşısında oldu, amma nə beynəlxalq koalisiya, nə güc dövlətləri bu prosesdə aktiv müdaxilə etməkdən çəkindilər. Ən müxtəlif bəhanələrlə. Ya bunu xalqın iradəsinə bağladılar, yaxud da Bəşər Əsədə qarşı hansısa bir qiyamçıların hazırlanmasından bir bəhrə gözlədilər. Və əslində nə baş verdi? Azad Suriya ordusu silahlandırıldı, maliyyə ilə təmin olundu ki, bu ordu daxildə Bəşərə qarşı çıxacaq və rejimi məhv eləyəcək. Amma sizcə kifayət qədər onlara silah verildimi? Çünki bəzi fikirlər var ki, heç onlara dəstək olmadı. Olmadığına görə də bu terrorçu qruplaşmalar meydana çıxdı. Elə əslində çox güman ki, bu planı hazırlayan mərkəzlər problemi bir dəfəlik həll etməkdənsə, sadəcə bu gərginlik ocağını saxlamaq və gərginliyi daha da artırmaq və bölgədə bir qorxulu bir yeni hörgütün ortaya çıxmasına zəmin hazırlamaq istədilər. Az miqdarda qüvvə və onların təminatı, müəyyən bir təbii ki, dozadan söhbət gedir və sonradan bu hansısa mərkəzlər çox güman ki, kəşfiyyatlar işləyiblər o şəxslərin üzərində, o qrupların üzərində və onların sonradan İslam adı altında bu cür vəhşiliklərə imza atmasına gətirib çıxaran bir mümbit şərait yaradıblar. Və bu barədə çoxlu iddialar var. Hətta bir sıra dövlətlərin ərazisində o qüvvələrin hazırlanması barədə təksiblər olsa da, amma elə isə bunlar necə deyirlər, göbələk kimi birdən-birə ortaya çıxa bilməzdilər ki. Bunlar ciddi şəkildə hazırlanıblar, təşkilatlanıblar. Onların, necə deyirlər, beyni yuyulub və tamam yad, bəşəriyyətə zid, bəşəriyyətə təhdid dolu bir proqramlarla yükləniblər. Manqurtlaşdırılmış bir çetədən söhbət gedir. Və deməli, bu prosesin əvvəli özlü onda qoyuldu ki, bəşərə qarşı dünya susqunluq nümayiş elətdirdi. Və bu və ya digər formada bugün bəyanatlar verən, terrora qarşı mübarizə apardığını bildirən mərkəzlər, güc sahibləri əslində bu prosesin dolayısı ilə də olsa iştirakçılarıdır. Sualı belə də qoysaq, Elşad bəy, Suriyada vətəndaş müharibəsi olmasaydı, IŞİD meydana çıxa bilərdimi? Mümkündür ki, hansısa bir dar çərçivədə müəyyən vəziyyətdən yaranan bir proseslər müşahidə olunsun, amma bu dərəcədə gərginliklərin baş verəcəyini gözləmək olmazdı. Hətta Bəşər Əsəd rejimi davam etsəydi belə və bugün dünyanın münasibəti bir fərqlidir, amma ənənəvi münasibət qalsaydı, mən güman eləmirəm ki, bir IŞİD formulu ortaya çıxacaqdı, amma başqa bir nəsə dünyanı sanki bir xofta saxlamaq üçün mərkəzlərin ortaya atdığı yeni bir məsələ olacaqdı. Sadəcə bu Suriyadakı bu toqquşmalar, müharibə bu prosesi biraz sürətləndirdi. Bəlkə də ayrı variantlar hazırlanır laboratoriyalarda. Necə ki, bu quş qripinə bənzər, donuz qripinə bənzər bir sıra bioloji silahlar, digər məsələlər ki var, bu bəşəriyyəti sanki bir təhdid altında saxlamaq üçün bu nüvə təhdidi artıq keçərli deyil. Vaxtilə nüvə qorxusu, nüvə təhdidi, kosmos müharibələri və s. məsələlər var idi. İndi bütün bunlar artıq aktuallığını itirib, yeni bəşəriyyəti bir xofta saxlamaq üçün vasitələrə ehtiyac var. Hətta o həddə gəlib çıxdı bu vasitə, ifratçılıq o həddə gəlib çıxdı ki, artıq insan insanın başını kəsib, onun necə deyərlər, futbol topu kimi
oynadır və bəşəriyyət də bunu laqeydcəsinə izləməkdədir. Yəni, qayda söhbətimizin digər məqamına siz maliyyə mənbələri barədə əslində ciddi əsaslar var, təksib olunsa da həmin versiyalarda. Bugün dünyada bir vəhhabilik, sələfilik deyilən bir cərəyanı maliyyələşdirən qüvvələrin, güc mərkəzlərinin adı bəllidir, təksib olunmaz faktlar da var və ən ağla sığmaz bir şəkildə hətta o bir sıra hallarda təhlükəli tendensiyanı Azərbaycanda da müşahidə olunur. Hansısa mərkəzlərdən idarə olunan qüvvələrdən söhbət gedir. Təbii ki, bu proseslər hər zaman dövlətin diqqətindədir. Amma eyni zamanda əgər bu maliyyələr ayrılırsa, yad ölkələrdə hansısa bir qruplara, deməli, ciddi şəkildə planlar işlənir, hazırlanır. Və IŞİD-lə bağlı qonşu ölkələrin, xüsusilə də adı çəkilən ölkələrin və təksib olunmaz şəkildə əlaqələri olduğu bildirilən ölkələrdən söhbət gedirsə, onların maliyyə ayırması tamamilə mümkündür. O variant ola bilər ki, bu maliyyələr Bəşər Əsəd rejiminin yıxılması, məhv edilməsi üçün bu yatırımlar qoyulub, sadəcə sonradan proseslər başqa istiqamətə cərəyan edib. Yəni, o maliyyənin kəsildiyini artıq düşünürsünüz sizdə. Məsələn, biz iki dövlətin adını açıq çəkirik, Səudiyyə Ərəbistan və Qatar. Bəhreyindən də söhbət gedir burada. Deməyək, bu dövlətlər bu prosesdə, orada adını qoyaq mərkəzlər. Həmin mərkəzlər sizcə, indi bu hadisələrdən sonra ki, dövlətlər də qoşulublar, Amerikan koalisiyası. Sizcə o maliyyəni kəsiblərmi artıq? Çünki siz doğru bir fikir qeyd etdiniz ki, Suriyada ola bilsin, Suriya üçün bu maliyyə onlara ayrıdır, amma Suriyada da yekun nəticə ilə gəlib çıxılmayıb. Ya o maliyyə kəsilibmi düşünürsünüz? Mən bir mənalı şəkildə maliyyənin kəsildiyi qənaətində ola bilmirəm, amma mümkündür ki, bu mərkəzlər artıq biraz da idarə olunmaz bir həddə gəlib çıxıblar. Dövlətlər rəsmən antiterror koalisiyasına qoşula bilərlər, amma hansısa mərkəzlərin əlaqəsi varsa, bəlkə o mərkəzlərdən maliyyə ayıranların özlərinin də elə baş kəsməkdə, qan tökməkdə kifayət qədər məharəti var. O mənada onların da haradasa prosesdə iştirakçı olması, yaxud da əgər bu dövlətlər bəyan edirlər ki, biz terrora qarşıyıq və koalisiyada iştirak edirik, onda bu maliyyəni ayıran bir neçə nəfərin ən azı cəzası olmalıdır. Ortaya bir faktlar qoyulmalıdır ki, bu maliyyə mənbələri ifşa olunmuşdur və cəzalandırılmışdır. Necə Azərbaycan kimi balaca bir ölkədir, amma burada məlum oldu ki, hətta Azərbaycanın özünə də bir IŞİD meyilli, yaxud da IŞİD təsiri altında olan şəxslər varmış və əməliyyat keçirildi dövlət hüquq mühafizə orqanları tərəfindən 26 nəfər səhv eləməsəm həbs olunub. Əgər Azərbaycan bunu bacarırsa, təbii ki, deməli burada ikili bir oyun gedir və bu proseslər hara qədər gedəcək hələ məlum deyil. Və mənim düşündüyümə görə bugün alternativ bir gərginlik ocağı yaradılmayınca IŞİD məsələsinə son qoyulmayacaq. Yəni deyirsiniz ki, dünyanın gündəmi başqa bir Bilirsiniz nəyə xatırladım mən? Yəni, bir il öncə, məsələn, New Yorkda, BMT-də hər ilin sentyabr ayında baş assambleya sessiyası keçirilir. Hər il müxtəlif mövzu. Keçən il IŞİD-dən danışan yox idi. Var idi bu terrorist təşkilat, amma belə ciddi hücumlar həyata keçmir. Amma ancaq Suriyadan danışılır və yaxud ondan qabaq İran nüvə məsələsindən. Yəni, siz haqlısınız. Gündəm mövzusu olmalı ki, bəlkə də IŞİD arxa plana keçsin. Bir önəmli məsələ də, Araz bəy, İranla bağlıdır. Amerika Birləşmiş Ştatları əvvəlcə İranın IŞİD-ə qarşı mübarizədə, yəni koalisiyada yer almasına pessimist yanaşdı, razılıq vermirdi. Ancaq son vaxtlar biz nəyi müşahidə edirik? Sanki Vaşinqton mövqeyində də dəyişikliklər əmələ gəlib. IŞİD-ə qarşı mübarizədə İran iştirakına da iştirak edə biləcəyinə dair işarələr verirlər. Bunu Amerikan dövlət katibi Kerry də söyləyib. Və daha bir hadisə baş verdi bu günlərdə. İran İslam İnqilabından sonra ilk dəfə tarixdə İran prezidenti New Yorkda Böyük Britaniyanın baş naziri David Cameronla bir araya gəldi, fikir mübadiləsi apardı. Ola bilsin ki, bunun arxasında da Vaşinqton istəyi dayanır. Yəni, bu o deməkdirmi ki, yaxınlarda biz beynəlxalq koalisiyada İranı da görəcəyik və yaxud bir başqa formada iştirak edəcək? Mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının İranla, bu IŞİD-lə bağlı dialoq təşəbbüsü ya Böyük Britaniya və İran rəsmilərinin görüşləri, bunlar
İranla bağlı Qərbin ümumi siyasətinin tərkib hissəsidir. IŞİD buna yeni bir impuls əlavə eləmiş olar. Amma bütövlükdə çərçivəni dəyişdirmir. Bütövlükdə çərçivə isə ondan ibarətdir ki, İrana illərdir tətbiq olunan məhdudiyyətlər var. İranla bu müxtəlif istiqamətlərə görə İranda rejimin xarakterindən qaynaqlanan, Qərb və İranın o rejim uyuşmazlığından qaynaqlanan və yaxud qarşılıqlı olaraq terroru dəstək ittihamı, İranın nüvə proqramı, insan hüquqları və s. Yəni bu o qədər çox şaxədir ki, bunun bir şaxəsi üzrə bir əməkdaşlıq zərurətinin ortaya çıxması münasibətlərin bütövlükdə xarakterini dəyişmir. Biz IŞİD-lə bağlı Amerika, İran o danışıqlar təşəbbüsünə baxsaq, orada əvvəlcə belə bir görüntü ortaya çıxdı ki, sanki Amerika istəyir, İranı buna çox cəlb eləsin, İran daha ehtiyatlıdır. Bir mərhələdə belə bir görüntü oldu ki, yox, İran özü də istəyir, hətta variantlar təklif eləyir. Bir mərhələdə məlumatlar ortaya çıxdı ki, İranın o Qüds korpusunun komandanı, digər o demək İnqilab Qvardiyasından qüvvələr İraqda prosesdə iştirak eləyir, IŞİD-ə qarşı mübarizədə fəal rol oynayır. O türkmən yaşayış məntəqələrinin demək müdafiəsindən bağlı dəstək verirlər. Daha sonra Parisdə bu ay demək bir toplantı oldu IŞİD-ə qarşı koalisiyanın formalaşdırılmasından bağlı. Orada əvvəlcə belə bir iddia oldu ki, İran dəvət olunacaq. Sonra məlum oldu ki, Amerika Birləşmiş Ştatları İranın dəvət olunmasına qarşıdır. Elə o ərəfədə Amerika... Beləsə ki, Vaşinqton elə qərar verə bilməyib Amerika rəsmi açıqlama vermədən İran özü dedi ki, biz dəvət olunsaq da getməyəcəyik. İndi gələk bu Britaniya, İran. Küstü çəkildi. Britaniya, İran. Kamerun, yəni İran... Sizcə bu Cameron'ın öz təklifi ilə başdan görüş. Mən orada Vaşinqtonun dəstək xəttini hiss elədim. Amerikanın liderliyində ümum qərb koalisiya xətti var. Bu onun bir hissəsidir. Amma Kamerun daha sonra BMT-dəki çıxışında İranı ittiham elədi müəyyən məsələlərlə bağlı. Dərhal sonra İran Xarici İşlər Nazirliyinin sözcüsü IŞİD'in kökü Londondadır dedi. Çox sərt bir açıqlama verdi. Dedi ki, IŞİD bugün dünyanın başına bəla olan təşkilat, terror təşkilatı IŞİD'dir. Bunun da kökü Londondadır. Çünki Britaniyanın İrana yönəlik tənqidi, yəni görüşdən dərhal sonra Britaniya Baş Nazirinin açıqlama verməsi, Baş Assambleyada çıxışında birbaşa İranı ittiham eləməsi, dərhal sonra da İran Xarici İşlər Nazirinin sözcüsünün IŞİDlə bağlı birbaşa bir dövləti ittiham eləməsi. Yəni indiyə qədər mənim xatırladığım qədərindən heç bir dövlət IŞİDlə bağlı açıq şəkildə başqa bir dövləti ittiham eləməyib. İndi siz adın dediniz dövlətlərin, başqa dövlətlərin də adları çəkilir. Bəzi ölkədə müxalifət öz ölkəsinin hakimiyyətinin adını çəkilir. Qeyri-rəsmi faktlar da yoxdur orada əslində. Amma yəni tam dəqiq şəkildə ki, bir dövlətin Xarici İşlər Naziri ya Baş Naziri ya da Xarici İşlər Nazirinin sözcüsü başqa bir dövlətin adını çəksin. Bu ilk dəfə İran Britaniyanı ittiham elədi. Bunları nəyə görə qeyd elədim? Britaniyada, Amerika Birləşmiş Ştatları da İranı müəyyən dərəcədə bu prosesi cəlb eləmək istəyirlər. IŞİD-lə mübarizəni əgər əhəmiyyətli hesab edirlərsə, İrandan da faydalanmaq istəyirlər. Hətta üst örtülü şəkildə Əsadla belə əməkdaşlıq ehtimalından söhbət gedirsə, İranla da əməkdaşlıq mümkündür. Amma burada hansı məsələ var? İranın IŞİD məsələsindən istifadə eləyib öz beynəlxalq mövqeyini gücləndirməsinə razı deyirlər. Hansı ki, o nüvə İranın beynəlxalq aləmə inteqrasiyası və ya o sanksiyaların qaldırılması, İrana tətbiq olunan məhdudiyyətlərin qaldırılması müəyyən əsaslara dayanmalıdır. Müəyyən niyyət var, onlar niyə tətbiq olub. İndi heç nəzərdə tutulmayan bir amil meydana çıxıb deyə o amil o çərçivəni dağıtmamalıdır. O amillə bağlı əməkdaşlıq o amil çərçivəsində olar. Yəni IŞİD-lə bağlı əməkdaşlıqdan İran istifadə eləsin, bütövlükdə o nüvə ilə bağlı məsələlərin arxa plana keçməsinə nail olsun. Buna da imkan verməyəcək. Amerika buna getsə, Amerikanın digər müttəfiqləri sabah Amerika yenidən İrana qarşı sərt demək sanksiyalar, məhdudiyyətlər tətbiq eləmək istəyəndə Amerikanın digər müttəfiqləri deyir ki, sənin vacib hesab elədiyin məsələdə dialoq olur, bütün çərçivə kənara qoyulur.
bizim maraqlarımız tələb eləyəndə isə deyirsən yox, nüvə məsələsi var. Bu sual ortaya çıxa bilər. Ona görə Amerikada, üzr istəyirəm, Britaniyada IŞİD-i təhlükə hesab eləyirlərsə, aydındır ki, onlar maraqlı olacaqlar ki, İrandan faydalansınlar. Amma İranın da bundan bütün öz məqsədləri üçün istifadə etməsinə imkan verilməyəcək. Həm də burada maraqlı nə görünür? Yəni Vaşinqton və Londonda məsələn diplomatiyanın tərifidir. Siz məndən də yaxşı bilirsiniz. Yəni bütün yumurtaları eyni səbətə qoymazlar. Həqiqətən, yəni bir tərəfdən İranla əməkdaşlıqda maraqlıdırlar. Hətta siz Əsədin adını çəkdiniz. Çox qəribədir ki, bombardman başlayandan sonra Suriya ərazisini IŞİD-i Əsəd sustu, hətta bir dəstəklədi də. Yəni Əsəd özü də onlara imkan verir ki, gəlin mənim torpaqlarımda yerləşən bu terrorçulara zərbələyin. Çünki mən sizə lap əvvəldən deyirdim axı, mən terrora qarşı mübarizənin məntiqini də gücləndirməyə çalışıram. Bəli, eyni zamanda Cameron'ın Həsən Ruhani ilə görüşü də və sonra onları tənqid etməsi də. Ola bizim Cameron və London daxili auditoriyaya siz demiş, mesaj göndərirlər ki, bizim görüşməyimizə baxmayaraq bizim fikir müxtəlifliyimiz hələ də qalır. Türkiyənin rolundan danışmaq istəyərdim burada. Yəni Türkiyə girovları azad etdi. Əvvəl Vaşinqton bir müraciət etmişlər. Türkiyə siz də qoşulun. Erdoğan haqlı olaraq Türkiyə prezidenti biz qoşulanmayaq. Əsas arqument də o idi ki, əgər qoşulsaq 49 diplomatımızın başını kəsirlər, qətlə yetirirlər. İndi həmin diplomatlar azad edilib. Və indi yenə də Amerika sanki Ankaranı Erdoğan köşəyə sıxışdırıb. Yaxşı, diplomatın azad olunub, qərarı ver. Erdoğan deyir, bəli, mən qoşulacam. Amma hələ qoşulmanın konturlarını deyəsən özü üçün cızmayıb. Nəyə görə bunu söyləyirəm? Məsəl üçün, biz dedik, bombardmanlarda Amerika təyyarələri yanaşı Səudiyyə Ərəbistan və Fransa təyyarələri də iştirak edir. Bugün sabah yəqin İngiltərənin təyyarələri də qoşulacaq. İki məsələ istənilə bilər Erdoğanı. Bir, Türkiyənin təyyarələri də bu bombardmana qoşulsun. İki, Adana yaxınlığındakı İncirlik hava bazasına istifadəyə imkan verir. Erdoğan hələ ki, bu iki məsələdə konkret qərar verə bilmir. Ona görə mən maraqlıdır ki, yəni Erdoğanın qərarı nə olacaq? Vaşinqtonu çoxmu gözləyəcək, yoxsa həqiqətən fəal beynəlxalq koalisiyanın fəal iştirakçısına çevriləcək Rəşad bəy? Erdoğanın BMT Baş Assambleyasındakı çıxışında bir incirlik tonları var idi. Bu mənada onun operativ... O ton həmişə onda var. Bu dəfə yenə də eyni tövr nümayiş elətdirdi, amma Türkiyə dövlət başçısı olaraq. Və bütün proseslərdə məsuliyyəti özlərinə götürmüş, Türkiyə adından birinci şəxs olaraq danışdı və beynəlxalq aləmi hətta qınadı ki, bugün mənim ölkəmdə milyon yarıma qədər qaçqın var. 3 milyard yarıma qədər səhv eləməsəm maliyyə sərf olunub, amma dünya bu prosesdə Türkiyəyə dəstək vermir. Bu məsələdə haqlıdır təbii ki, çünki Türkiyənin bugün xüsusilə növbəti bir onu təhdid edən bir Kürd köçü bir problemi var ki, zamanında bu onu deyək ki, düzdür bir müharibənin odundan, alovundan qaçıb Türkiyəyə pənah gətirən insanlardan söhbət gedir, insan taleyindən söhbət gedir, sıralarında xeyli uşaqlar, xəstələr, qadınlar, amma eyni zamanda bu tarixən biz köçürülmələrin, kütləvi köçkün axınının Türkiyəyə, elə həmçinin Azərbaycana da baxa-başa gəldiyinin şahidi olmuşuq. O mənada Türkiyə ərazisində növbəti minalar bastırılır. Bu mənada Erdoğan ölkə rəhbəri kimi şübhə etmirəm ki, bu prosesin gələcəyinin hansı sonluğa bitəcəyi barədə də bir narahatlıq içərisindədir. Amma bugün dediyimiz kimi hansısa bir qaranlıq projelerin hazırlanmasında iştirak etmiş güc mərkəzlərinə də etimadı yoxdur deyən bir mənalı mövqe nümayiş etdirir. Bu məsələdə də haqlıdır. Dəfələrlə olub ki, Türkiyə fəallığını nümayiş etdirib, amma sonra zərbə altında, yük altında Türkiyə özü qalır. Türkiyə özü, düzdür, son İraq məsələsində Türkiyə daha çox qınandı ki, İraqa qoşulmadı, Şimali İraqa deməli qüvvə yeritmədi. Həmçinin IŞİD bağlı proseslərdə türkmənlərin taleyi barədə də Türkiyə hökuməti qınandı. Amma artıq siz demişkən, Türkiyənin 49 diplomatı azad olunmuş durumdadır. Düzdür, hələ bu azad olunmanın detalları açıqlanmır deyən bu prosesdə kimin daha çox yeri gəlmiş ilk dəfə idi ki, mən xatırlayıram ki, IŞİD
girov götürdüyü hansısa insanı sərbəst buraxır. Çünki biz öyrəşmişik ki, ancaq ortada başları kəsilən insanlar və sizdən sözünüzdən də onu anlayıram ki, IŞİD-lə Türkiyə hökuməti arasında hər hansı bir bazarlıq da ola bilər. Buna da obyektiv yanaşmaq lazımdır, çünki vətəndaşlarını xilas etməli idi. İddialar var idi. Bu hətta neft deməli anlaşmasından tutmuş, silahların və yaxud hətta Türkiyə ikisindən dəfə biz söhbətimizdə toxunmuşduq. Türkiyə xəstəxanalarında işitçi yaralıların müalicəsi barədə iddialar var idi, belə bir şeylər. Amma çox güman ki, elə ona biz daha çox istinad edirik ki, Türkiyə bu məsələdə qəti şəkildə terroru dəstəkləyən dövlət kimi yox, sadəcə öz vətəndaşlarını, diplomatlarını azad etmək istəyən dövlət olaraq hansısa bir rol alıb və bundan sonra koalisiyada bu ya digər formada öz töhfəsini verə biləcəyi yəni iştirak edəcəyini düşünürsünüz. Sadəcə iki cür iştirak var da. Bir var aktiv iştirak. Məsələn Fransa kimi, Səudiyyə Ərəbistanı kimi. Bir də var passiv iştirak, yəni kəşfiyyat məlumatları, bayaq Araz bəy də toxundu. Tutaq incirlik hava bazını istifadə etmək. Sizcə Türkiyə aktiv iştiraka meyllənəcək və passiv iştirakla kifayətlənəcək? Yox, amma Türkiyə çox çətin bir seçim qarşısındadır. Birinci, humanitar bir fəlakətlə üz-üzədir. İkinci, qonşuluğunda müharibədir. Elə koalisiyanın hərəkətə keçdiyi günlərdə, həmçində bu diplomatların azad olunmasından dərhal sonra IŞİD Türkiyə ilə sərhəddə hücum eləyirsə, kəndləri götürürsə və hardasa bir 130 min civarında bir qaçqın axını Türkiyəyə daxil olursa, deməli Türkiyəni təhdid edən bir planlar da var burada. Bu təsadüfi deyil. IŞİDin hardasa Türkiyəyə bir mesajıdır. Və onu da istisna etmək olmaz ki, Türkiyənin rəsmi səviyyədə hansısa bir sərt müdaxiləsi olacaqsa, sabah Türkiyənin hansısa bir nöqtələrində işitçilər, passiv bir mövqe tutan işitçilər aktivləşməyəcəklər. Hansısa bir terror aktları da həyata keçirilə bilər. Bütün Türkiyə boyu da nəzarət eləmək mümkün deyil və terror təhlükəsinin PKK-nın nümunəsində Türkiyə yaşayıb uzun illər boyu. Mən elə bilirəm ki, bir təməl prinsiplər var. Necə ki, insan haqları, demokratiya ilə bağlı bir münasibət bəllidirsə, Türkiyə hökumətində təbii ki, bu münasibətlərdə müsbət bir yanaşması varsa bu məsələlərə, eyni zamanda terrorla bağlı Türkiyənin bir mənalı laqeyd qalacağını güman eləmirəm. Hakimiyyətin mövqeyi burada fərqli olacaqsa, onda ictimai mövqe təpki göstərəcək. Çünki bir günahsız jurnalistin, elə həmkarımızdan danışaq, başının kəsilməsi, onun kadrlarının dünyaya yayılmasının özü böyük vəhşilikdir və necə ola bilər ki, dövlətlər bu məsələyə biganə qalsınlar. O mənada hansısa bir formada töhfə verəcəyini güman edirəm Türkiyə hökumətinin, açıq və gizli formada. Amma bu prosesdə aktiv rol alıb özünü də hədəfə çıxaracağını mən gözləmirəm açığı. Çünki Türkiyənin təkcə özü ilə yox, həmçinin də elə İsraillə problemləri qalmaqdadır. Hətta deyərdim ki, bugün İranla münasibətlər də heç arzu olunan səviyyədə deyil. Yəni, bugün ən azı iki dövlət bir əlaqəli şəkildə IŞİD-ə qarşı mübarizə apara bilərdi, yaxud da PKK ilə bağlı. Bugün İrana da müəyyən son günlər ilə İranın Azərbaycanlılar yaşayan bölgəsində, Urmiya bölgəsində teraktlar həyata keçirildi, sərhədçilər öldürüldü, peşakçılar tərəfindən. Bu Kürd terroristlərinin silahlanmasının İrana da ciddi təhlükə törətdiyi faktdır. Deməli, Türkiyə və İranın maraqları eyni şəkildə təhdid olunur. Əslində, bu dövlətlər, qonşu dövlətlər öz təhlükəsizliyini, ərazi bütövlüyünü də, çünki ortada bir böyük Kürdistan yaradılması barədə iddialar var. Bu da güc mərkəzlərinin laboratoriyalarında müzakirə olunan məsələlərdir və əslində bu koordinə olunmuş bir əlaqə olmalıdır dövlətlər arasında. Bunu da biz müşahidə eləmirik. Bəli, biz əslində beynəlxalq koalisiyadan danışırıq. Amerika bunu yaradır, amma tam mükəmməl bir koalisiyadan da elə söhbət edir. Hələ bilinmir o birlərin iştirakı necə olacaq. Elşad bəy bir maraqlı mən Türkiyə mövzusunu davam etdirmək istəyirəm. Çox maraqlı bir mənzərə yaratdı Türkiyəyə olan təhlükələrlə bağlı. Bəli, məsələn, risklər var. Türkiyə IŞİD-ə qarşı aktiv fazada beynəlxalq koalisiyada qoşulsa hər şey baş verə bilər. Həmin o işitçilər Allah göstərməmiş Türkiyədə terror da törədə bilərlər və yaxud gələn dəfə artıq hansısa bir türk vətəndaşını ələ keçirdə diplomatın başını da kəsə bilərlər. Belə risklər var. Amma məsələn burasındadır ki, indi Elşad bəy deyir ki, Ərdoğan ölçüb biçəcək. Ərdoğan axı özü Türkiyənin bölgədə liderliyinə iddialıdır. Sən necə lider ola bilərsən ki,
başqa dövlətlər terrora qarşı ciddi mübarizəyə girişib, onunla savaşır, sən kənarda qal. Onda deməli sənin liderlik funksiyanı da azala bilər. Yəni Erdoğan bunu da sizə bu göz ardı edirmi? Türkiyə məncə məsələyə belə baxır. Birincisi Türkiyə əgər IŞİD təhlükəsi deyildiyi qədər böyük bir təhlükədirsə dünya üçün, Erdoğan və ümumiyyətlə Türkiyədəki böyük əksəriyyət istəyir AK Partili olsun, istəyir CHP'li, istər MHP'li. Belə bir ümumi düşüncə var ki, hamı paylaşmasa da çoxluğun paylaşdığı belə bir düşüncə var ki, IŞİD və digər bu cür terror təşkilatları İraqdakı və Suriyadakı ən azı bu ikisindəki mərkəzi dövlətin zəifləməsi nəticəsində ortaya çıxan terror təşkilatlarıdır. Türkiyə daim, xüsusən indiki Cumhuriyyət qurulandan sonra bütün hökumətlərin dövründə maraqlı olub ki, bu regiondakı dövlətlər ən azı öz daxillərini idarə etmək baxımından güclü olsunlar. Yəni Bağdad mərkəzli dövlət normal olsun, ölkəsinə bütövlükdə hökm eləyə bilsin. Şam mərkəzli dövlət ölkəsinə bütövlükdə hökm eləyə bilsin ki, Kürdlərlə bağlı da, digər məsələlərlə bağlı da mərkəzi dövlətin nəzarətindən kənar fəaliyyət olmasın. Çünki mütləq Türkiyəyə təsir edəcək. Bəli. Türkiyə maraqlı idi ki, İraqda da keçiş prosesi çox sürətlə olsun, alınmadı. Suriyada da çox sürətlə olsun. Və Türkiyə buna inanır ki, Qərb dövlətləri də, Rusiyada, digərləri də, İraqda da, Suriyada da keçişin sürətlə başa çatmasına maraqlı olmadılar. Suriyada da, İraqda da mümkünsə islahatlar yolundan, mümkün deyilsə silahlı yolla, amma sürətlə hökumət dəyişsin, dövlət qalsın. Türkiyə bu idealist baxışıdır. Davutoğlu'nun idealist baxışıdır. Davutoğlu'ndan əlavə də məncə digər qüvvələr də belə düşünürdülər ki, əgər Qərb lazımi dəstəyi versə Əsad qarşısındakı qüvvələrə, bu proses daha sürətlə başa çata bilər. Sanki belə bir anlayış oldu ki, Qərb Əsadın tez zamanda getməsindən çox Şam mərkəzli dövlətin zəifləməsində maraqlıdır. Amma Azər bəy, məndə belə bir təəssürat da yaranmış ki, Erdoğanla Davutoğlu özlərini inandırmışlar ki, Əsad bugün sabah gedəcək və problem də həll olunacaq. Əslində Davutoğlu və Erdoğan ilk başda Əsədin getməyində çox maraqlı deyildilər. Onlar istəyirlər ki, Əsad qalsın, islahat yolundan olsun. Onlar üçün bayaq dediyim məqam birinci dərəcəli əhəmiyyətli idi. Əsad getsə də, qalsa da mərkəzi dövlətlə cəmiyyət arasında problemlər azalsın, mərkəzi dövlət, yəni o paytaxt bütövlükdə ölkənin nəzarəti altında saxlaya bilsin. Yəni, belə bir sual onlar üçün var ki, yəni, dünya IŞİDin və ya Qərb dünyası IŞİDin ortaya çıxmağına şərait yaradırsa, biz niyə bütün resurslarımızı onun ortadan qalxmağı üçün səfərbər etməliyik? Bu sual özü var. Birinci növbədə. Yəni, bunlar özləri bu cür terror təşkilatları üçün münbit şərait yaradırlar. Sonra da deyirlər ki, buna qarşı mübarizə aparaq. Bu məsələnin bir tərəfi. İkinci tərəfi Elşad bəy də qeyd etdi, siz də qeyd etdiniz. Yəni, Türkiyə sərhədləri İraq və Suriya ilə uzun sərhədləri var. Nəzarət olunmayan sərhəddir. Onsuz da PKK terroruna görə problem yaşayır. Bir də indi IŞİDlə aktiv mübarizəyə qoşulsa, bir, öz daxilində nələr baş verəcək, iki, öz vətəndaşlarının başına sərhədlərindən kənarda nələr gələ biləcək. Bu risk var. Digər tərəfdən, bu risk, bu dediyiniz Elşad bəyin dediyi, mənim təkrarladım. Sizin də bu risk nə dərəcədə Erdoğanın qərarına təsir edir? Çox ciddi təsir edir məncə. Və başqa bir amili də nəzərə alsaq, Türkiyə PKK ilə bağlı hökumətin çözüm sürəci dediyi, müxalifətin sərt tənqid elədiyi, amma ən ümumi ifadəni desək, hələ ki qeyri-müəyyənliklərlə dolu bir prosesdən keçir. Yəni, hökumət deyir ki, illərdir xronikləşmiş olan bir yaranı sağaldırıq. Müxalifət deyir, yox, bu proses demək, Kürd dövlətinin yaranmasına apara bilər. Hökumətin dediyi də doğrudursa, müxalifətin dediyi də doğrudursa, bu prosesə IŞİDin qoşulması, yəni Türkiyə eyni vaxtda həm IŞİD terrorundan mübarizə aparsın, həm PKK ilə bu çox çətindir və IŞİD problemi bir neçə istiqamətdə Kürd dövlətinin yaranma prosesini sürətləndirə bilər. Türkiyə bu prosesə qoşulsa da sürətləndirə bilər. Qoşulmasa da. Amma qoşulsa təhlükəsizlik riski artacağı üçün
deyək İstanbulda, Ankara'da, Antalya'da, digər şəhərlərdə də yəni Türk kəşfiyyatı onsuz da PKK terrorunla bağlı bütün o lazımi məlumatları əldə eləsin, bütün qarşı tədbirləri görsün. İkinci bir böyük təşkilatla da yəni IŞİD Amerikanın dediyi qədər böyükdürsə, Türkiyə ona qarşı koalisiyaya açıq qoşulmamaqda haqlıdır məncə. Açıq şəkildə qoşulmamaqda. Amma qoşulmayanda da bölgədə liderlik ambisiyaları azalacaq. Burada üzr istəyirəm. Bəli. Ərdoğanın BMT-dəki çıxışında ki, əsas iki tezis mənim diqqətimi çəkdi. Birinci, Misir prezidentinin, Mürsinin hakimiyyətdən devrilməsindən sonraki mərhələ və insan haqlarının pozulması və s. Əslində, əksəriyyətə məlumdur ki, bu proseslər artıq geridə qalıb. Mən də anlamadım Ərdoğan bu addımını. Misirlə münasibətləri normallaşdırmaqdan sən yeni prezidentlə münasibətləri gərginləşdirə və deməli həmin dövlətlə münasibətləri gərginləşdirirsən. Bugün əgər İran 79-cu ildən sonra ilk dəfə olaraq Böyük Britaniya rəhbərliyi ilə görüşürsə, yüksək səviyyədə mən Sisi ilə bir masa arxasında oturmayacağam. Bəli. O hardasa İsrailin keçmiş prezident Şimon Peresə dediyi Davos sammitində bəli. Və o konfliktə bənzər bir situasiyanın yaranması əslində Türkiyəni geri salır mənlə hesab edirəm. Bu məsələ də çox önəmlidir. Bu Ərdoğanın şəxsi ambisiyasıdır ki, mən İsraillə münasibətləri gərgin saxlayacağam, Misirin yeni prezidentini tanımayacağam. Yoxsa hardasa dövlət maraqlarını da nəzərə alır. Əslində dövlət maraqları diktə edir ki, Misirlə yaxşı münasibətlər olsun. Bütün qonşularla da, hətta əgər bugün Ermənistanla Misir də sıradan bir dövlət deyil, Ərəb dünyasının aparıcı rola malikdir və əgər təcavüzkar Ermənistanla bir İslam ölkəsini bir işğalda saxlayan bir ölkə ilə bugün əgər reallıqları nəzərə alıb Ərdoğan anlaşmaya getməyə maraqlıdırsa, qonşu dövlət olaraq hətta sərhədlərin açılması və s. müzakirə mövzusudursa, protokollar imzalanırsa, deməli Misirin indiki hakimiyyətini də de facto tanıyıb onunla əməkdaşlıq eləmək olar, yaxud da hansısa bir terrora qarşı bircə çıxış eləmək mümkündür. İkinci, Ərdoğanın çıxışından bu qənaətə gəlmək olar ki, Ərdoğan necə ki, ölkəsində o qanunları sərtləşdirməklə, mətbuata hətta IŞİD yasağını qoymaqla bu məsələdə ehtiyatlı olduğunu nümayiş elətdirmişdi. Amma sonraki mərhələdə, deyək ki, diplomatlar artıq sərbəstdir və fərqli bir ritorika ilə çıxış eləmək olardı. Amma Ərdoğan yenə də IŞİDin məhvi üzərində yox, koalisiyaya hər hansı bir dəstəyini ifadə etmək üzərində yox, çıxışını IŞİDin törətdiklərinin gətirdiyi nəticələr üzərində qurdu. Humanitar fəlakətdən danışdı və Türkiyəyə dəstək istədi. Amma əslində Türkiyəni təhdid edən bu terrorun yuvasını dağıtmaq barədə hansısa bir fikirlərdə bulunmalı idi. Bu olmadı. Deməli, Ərdoğan olduqca ehtiyatlıdır və hesab edir ki, Araz bəy dediyi kimi bu ölkədə ikili bir cəbhədə döyüşməli olar əks təqdirdə. Amma bu da çıxış yolu deyil. Hardasa bəlkə də bağlı qapılar arxasında başqa bir mövqe də ifadə etmək mümkündür. Bəlkə də bu baş verib. Amma ümumilikdə bugün regionu təhdid edən ciddi bir problem var. Hələ bu problem hardan törəyib, necə törəyib, hansı? Bəlkə də Sovet dövrü olsaydı biz düşünə bilərdik ki, açıq şəkildə, yaxud da Rusiyanın bugün gərginliklə üzləşdiyi bir situasiya olmasaydı, biz PKK-nı yaradan bir mərkəz kimi IŞİD-i yaradan bir mərkəzin də Moskvada, Kremldə axtarması barədə fikirlər yürüdə bilərdik. Və tam haqlı ola bilərdi. Çünki iki mərkəz var idi, Vaşinqton və Moskva. Bir-birlərini zəiflətmək üçün biri Afrikada, yaxın şərqdə bir-birlərinə qarşı qüvvələri qarşı-qarşıya qoyurlar. Və Türkiyədən danışmışkən əslində Azərbaycan da bu və ya digər dərəcədə artıq bu proseslər olur. Türkiyə bir əlavə eləmək istəyirəm. Buyurun, kiçik bir əlavə xahiş edirəm. Bir də Türkiyənin Cumhuriyyət dövründən sonra xarici siyasətində o Atatürkün yurtda sülh, cihanda sülhün sonraki dövrlərdə xarici siyasəti formalaşdıranlar belə başa düşdülər ki, heç bir xarici dövlətə, xüsusən qonşu dövlətə hərbi şəkildə nəsə bir iştirak eləməyəcəyik. O 2003-cü ildəki 1 mart təzkirəsi tənqid olunan proses, orada da bu anlayış var idi ki, qonşu bir dövlətə qarşı kimsə
hərbi müdaxilə edirsə, biz onun yanında olmayacağıq. Suriya Türkiyə təyyarəsini vuranda da Türkiyə cavab vermədi. Çox illər sonra o konsepsiya hələ də qüvvədədirmi? Məncə artıq Türkiyə problem yaradır o konsepsiya. Atatürk dövründəki yanaşma pasiv yanaşma idi amma pragmatist idi. Amma o dövr üçün. İndikilərin yanaşması aktivdir, amma idealistdir. Amma ikisində də bu var ki, bir yerdir, digər bir qonşu dövlətin, istər bütövlükdə dövlətə, istər onun ərazisindəki bir qrupa qarşı zərbə endirmək, hərbi zərbə vurmaq, öldürmək, bu siyasəti yeritməyəcək. Bu addım atmayacaq. Amma diplomatiyanın dili gərək nisbətən yumuşaq olsun. Əgər sərt diplomatiya varsa, onun ardınca hərbi güc dayanmalıdır. Amma bu olmursa Türkiyənin nüfuzuna zərbə dəyir. Amma burada bir məsələ də var. Hökumətin ikiləmidir. Amma burada bir məsələ də var. Soyuq müharibə dövründə başa düşmək olardı. Türkiyə proseslərdən kənardadır. Amma Erdoğan deyir ki, biz lider olmaq istəyirik Avrasiya bölgəsində. Demək, ona uyğun da siyasət yürütməlisən. Sən qapını bağlaya bilməzsən ki, IŞİD də mənlik deyil, Suriyadakı sabah. Bütün bu problemlər sənin qapını döyür. Siz qeyd etdiniz ki, artıq 2 milyona yaxınlaşır qaçqınlarınızı. Deməli, xaricdəki problem sənin evvə girir. Odur, sən o evi qapatmaqla deyil ki, bu problemlərlə məşğul olmasan. Azərbaycandan danışdım mən. Məsələn, mən bu Elşad bəyin də yazılarında var idi. Yeni Müsavat qəzetində Türkiyə ilə birgə hərbi təlimlər keçirilirdi. Yəni bu əslində 10 gün çəkməlidir. Sentyabrın 20-si ya 23-ü bitməlidir. Amma 20-sinə. Bəli. Amma xəbər gəldi ki, oktyabrın əvvəllərinə kimi davam edəcək. Yəni mən bunu belə oxudum ki, bu əlbəttə ki, yenə də Ermənistan və Rusiya mesajdır ki, Türkiyə-Azərbaycan hərbi birliyi genişlənir. Amma başqa bir mesaj da gördüm. Burada məncə IŞİD-in də dəstək xəttini gördüm ki, çünki IŞİD bayaq siz də qeyd etdiniz ki, artıq Türkiyə ilə yanaşı Azərbaycanda təhdid oluşturur. Xilafətin xəritəsində bizi də ora salıblar və bizdə də müəyyən dəstəkçiləri var. Bu hardasa mən IŞİD-ə də qarşı bir gözdağı gördüm ki, yəni biraz Azərbaycan və Türkiyədən uzaq dayansın, bizim məsələlərə qarışmasın. Çünki boru xəttlərimiz var, enerji resursları var, gələn Bakı-Tiflis-Qars dəmir yolu işə düşəcək. Bizim bir başqa mövzumuz da var. Bu haqda indi Azərbaycan mətbuatı çox yazır. Rusiya millətçi bu siyasətçi qalmaqalları ilə bütün dünyada məşhur olan Vladimir Jirinovski Bakıya gəldi. Əvvəl bu siyasətçi sizin də bildiyiniz kimi Azərbaycan və millətimiz haqqında xoşa gəlməyən, yumşaq desək fikirlər söylürdü. Amma Bakıya gəldi və tam tərsini söylədi. Sanki peşmançılıq hissi keçirdiyini də vurğuladı. İndi aydındır ki, qayıdandan sonra artıq bizlə bağlı fərqli, müsbətə doğru nəsə fikirlər deməlidir. Bu baxımdan bu səfəri necə qiymətləndirmək olar? Məsələn, müqavimət mi olmalı idi belə bir adamın Azərbaycan, yoxsa əksinə? Çünki bunun arxasında müəyyən Rusiyada kəsim var, bu seçkilərdə müəyyən Rusiyanın cəmiyyətin səsini qazanır və belə hətta bizə qarşı münasibəti bir mənalı olmasa da bu cür siyasətçidən də biz istifadə etməliyik. Necə düşünürsünüz? Bu Jirinovskiyə baxışla bağlıdır. Yəni Jirinovski kimdir? Jirinovski liberal, yəni bir gördüyümüz Jirinovski var, Liberal Demokrat Partiyası, bu keçmiş Sovet respublikalarının ən maraqlı figurudur. Mənzərələrindən biridir ki, partiyaların əksəriyyətinin adından ideologiyasının əlaqəsi yoxdur. Onun ən tipik nümunəsi budur da. Yəni bu qədər məntiqsiz danışan və bir amma ona siz məntiqsiz deyirsiniz, onun haqqında belə bir ifadə də var ki, bu Rusiyada da bilirlər. Rusiya prezidenti Putin ürəyindəki Jirinovskinin dilindədir. O hissəsinə gələcəm. Yəni əslində Putin düşüncələrini bu qədər bir-birindən siz başda dediniz. Rusiyada başqa söz deyirdi, Bakıya gəldi başqa söz dedi. Yəni çox vaxt bir-birindən təzadlı olan, bəzən tarixi də yəni, yoxsa... Belə deyir, bundan sonra bizlə işi olmayacaq ki. Olacaq. Yəni bu biz bilirik ki, siz dediniz, Jirinovski görünən Jirinovski deyil. Bunun böyük bir sosial bazası yoxdur. Rusiyada siyasi sistemi necə işlədiyini bilirik. Amma Dumada müəyyən bir qrupu var. Dumada yeri var. Yeri var və o yerini illərdir qoruyur. Bəli. Bu əvvəlki illərdə deyirdilər ki, hətta Yeltsinin dövründə belə bir düşüncə var idi ki, yəni kim öz mövqeyin qərbə qəbul etdirmək istəyirsə, alternativi kimi Jirinovskini göstərir. İndi bu o qədər inandırıcı deyil artıq dünya üçün ki, mən olmasam Jirinovski olacaq. Mən özüm var da deyil. Jirinovskinin siyasi sistemdə ona ayrılmış yerdə oynadığını bilirlər. Çünki Rusiyada nə azad seçki yoxdur, nə demokratik mətbuat tam yoxdur. İndi müəyyən muxtar sahəsi olan bir mətbuat var. Amma Jirinovskiyə
televiziyalarda, parlamentdə, hər yer açıldı. Siyasətdə buna xüsusi yerlər ayrılıbsa, demək Rusiya kanalı açsan, hər yerdə danışır, müsahibə verir. Məncə bizdə də ona yanaşma görüntüsünə yanaşma deyil. O pərdə arxasındakı mahiyyətinə yanaşmadır. Yəni siz dediniz Putinin ürəyindəki Jirinovskinin dilindədir. Yəni Jirinovski Rusiya dövlətinin münasibət qurmaqla əslində Putindən körpülər yaradırıq, belə deyək. Tam o olmaya bilər. Jirinovski Putinə gedən körpü olmaya bilər. Amma Jirinovski Rusiya dövlətinin bir parçasıdır, mahiyyəti varsa. Biz onu nəzərə almalıyıq. Nəzərə almasaq belə, onunla da görüşək, Ebyokko Bakıda da gəlsin, fərqli fikir desin. Qaydandan sonra başqa bir fikir desə də, bu da arxivdə qalacaq. Amma bir maraqlı məsələ nədir Araz bəy? Bir ay öncə onu çağırmışlar Rusiya televiziya kanallarına. Tamam fərqli bir mövzuda müsahibə gedir. Birdən bu qaydasan ki, mənim Azərbaycana hörmətim var, Azərbaycan meyvəsi, tərəvəzi həmişə Rusiyada Sovet bir olub. Aparıcı da qaldı belə matmətdə ki, biz Azərbaycandan danışır. O biz də qaldı matmətdə. Bu nə deməkdir? Amma Azərbaycana gələndə mən artıq anladım ki, bu adam bir ayda hazırlaşırmış ki, mən Azərbaycana gedəcəm. İndidən xoş fikirlər söyləyir. Artıq Azərbaycanın tərəvəzindən yeyib və gözləyir ki, bu tərəvəzi Moskvada da yesin. İndi baxacaq, siz demiş, görəcək indi. Əsas odur ki, burada dediyi bizim üçün əsas qaydandan sonra nə deyəcək və o siyasətinə sadiq qalacaqmı? Amma bir cümləni sadəcə əlavə edeyim. Mən ümumiyyətlə Jirinovskinin o Rusiya dövlətinin bir parçasıdır. O səviyyədə diqqət alınır. Amma mən şəxsən jurnalist olsaydım ya da sadə oxuyucu olsaydım vətəndaş, Jirinovskini oxumazdım. Yəni onu ciddi qəbul eləməzdim. Sadə vətəndaş. Mən hesab etmirəm ki, Azərbaycanda onu ciddi qəbul edirlər. Düzü dövlət başçısı da görüşüb rəsmi. Siyasi olaraq onun Rusiya dövləti içindəki yerini nəzərə alıb. Yox, mən də razıyam. Bizim rəsmilərimizə dəfələrlə onu o təhqirlə cavab verirlər. Hətta parlamentin sədr Ziyafət Əsgərov da onu klon adlandırır. Yəni aslında rəsmilər də başa düşürlər. Sadəcə indi müəyyən gerçəkliklər var və son zamanlar nə müşahidə olunur Elşad bəy? Biz indi Jirinovskinin səfərindən danışırıq. Tək Jirinovski deyil. Moskvanın meri gəldi eyni günlərdə. Rusiyanın bir başqa milliyyətçisi, baş nazirin birinci müavini gəldi, Bakıda görüşlər keçirir, Ragoyzin o tez-tez gəlir. Çünki Azərbaycan əməkdaşlığa Rusiyada o cavab dedi və Rusiyada hərbi sənaye kompleksinə də o cavab dedi və Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq da artır, hərbi əməkdaşlıq və indi də sanksiyalar olandan sonra Rusiyaya qarşı Qərbin bizim meyvə tərəvəzimizin ora aparılması mövzusu gündəmdə də aktualdır. Daha çox bizdən meyvə tərəvəzi istəyirlər. Yaxşı, bunların hamısını edirik, Rusiya ilə təmaslara gedirik. Halbuki, əgər Ermənistan müttəfiqiniz həmin o şəftəlini, almanı, armudu gedər belə Ermənistandan alarsınız. Ala bilməz, çünki onlarda o qədər məhsul yoxdur bu bir. İkincisi, Ermənistanla sərhədimiz yoxdur. Deməli, Rusiya yenə də bizə möhtac qalır. Amma əgər belədirsə, bu Dağlıq Qarabağ münaqişəsi var ortada. Bizim də istəyimiz nədir? Rusiya Ermənistana təsir etsin. Çünki belə bir deyim də var ki, münaqişənin açarı bu köhnə deyimdir. Bəzilər buna biraz qarşı fikirlərdir. Rusiyanın əlindədir. Bu həqiqət də var bunda. Yəni indi Rusiyalı rəsmilərin səfərlərinin çoxalması Bakıya, əməkdaşlığın genişlənməsində maraqlı olması son nəticədə ona gətirib çıxara bilərmi ki, Rusiya Ermənistana təsir etsin nəhayət ki 20 ildən sonra? Əslində bu sualın cavabını vermək üçün son bir neçə ilin yaxud da bir neçə ayın statistikasına yox, bəlkə də son bir ya da iki əsrin statistikasına nəzər yetirmək lazımdır. O statistika sizə nədən xəbər verir? O statistika hiçbir bir söz deməyə əsas vermir. Çünki Azərbaycan torpaqlarının bölüşdürülməsində, Azərbaycanın fəlakətlərə düçar olmasında Rusiya kifayət qədər öz sözünü deyir. Yəni düşünürsünüz ki, bu səfərlərə baxmayaraq Rusiyanın siyasəti dəyişməyəcək. Bu sadəcə görüntüdür. Rusiya görüntü, eyni zamanda Rusiya həm də qazanır. Mövcud situasiyada yenə də özünün bazara olan tələbatını ödəyir Azərbaycanın hesabına müəyyən qədər də olsa. Eyni zamanda Azərbaycana təsir imkanlarını saxlayır. Necə ki, Putin raket gəmisi ilə Xəzər yolu Bakıya gəldi və bu mesaj idi, bəli. Bu haradasa Pyotr'u xatırladırdı. Ümumiyyətlə Azərbaycanın Xəzərdən də gözləyən təhlükə barədə işarə verirdi. Azərbaycanın Xəzərdə olan enerji resurslarına bir təhdid idi. Baxmayaraq ki, xoş məramlı kimi özünü nümayiş elətdirməyə çalışdı. Jirinovskidə bunun başqa bir versiyası ola bilər, amma Jirinovski rəsmi qaydada ilə deyildiyi kimi o qədər qeyri-ciddi bir fiqurdur ki,
onu xarakterizə etmək çox çətindir. Yəni ki, bunun bu dəfə hansı niyyətlə gəldiyini demək belə bir mənzərə təsəvvür edək. Jirinovski qayıdır Moskvaya və il ərzində deyəlim başlayır Azərbaycanı tərifləmək. Yenə də Azərbaycan yaxşı ölkədir, bizim əlaqələrimiz güclü. Bunun bizə nəsə xeyri varmı? Təcrübə bir daha deyirəm göstərib ki, bizə xoş söz lazım deyil, xoş məramlı addım lazımdır. Bəli. Putin də xoş sözlər çox deyir Azərbaycan haqqında. Azərbaycanın Bakını bir neçə dəfə işğala məruz qoyan bir şimal qonşumuzdan söhbət gedir. Eyni zamanda elə sonuncu 90-cı il qanlı yanvarı, hansı ki Jirinovskidə gedib o qanlı yanvarda həlak olanların məzarına səhv eləməsəm baş çəkdi. Baş çəkdim mən nəsə gözümdə protokolda nəzərdə tutulmuşdu hər halda. Amma biz hələ o cinayətləri törədənlərin, Xocalı qırğınında iştirak edən o erməni və rus canilərinin cəzasını verə bilmiriksə, bugün Jirinovskinin hər hansı bizə xoş məramlı yaxud da əkisini deməsi vəziyyəti dəyişmir. Yaxud da torpaqların işğal olunması istiqamətində Rusiya söz sahibi olduğu halda indi müxtəlif bəyanatlar verilə bilər. Amma fakt budur ki, bugün Ermənistanı ayaqda saxlayan, ayaqda da olmasa diz üstə saxlayan hər halda Azərbaycanın qarşısında Rusiyadır. Rusiyanın Gümrüdəki hərbi bazasıdır, silah sursatıdır və hələ istisna deyil ki, o silah sursatının TNK-nın bir hissəsi də Xankəndində yerləşir və istəqdirdə Xankəndində keçirilən hərbi parad hansı pullara hesablanıb, Ermənistanın az-yalıbaz olduğu bir dövrdən söhbət gedir. Yaxud da Xocalı aeroportunun işə salınması üçün son vaxtlar cəhdlər olur, yenə də bir pilot bir layihələr həyata keçirilir. Qorxurlar, amma eyni zamanda bir mənzərələr çəkib o kiçik tutumlu təyyarələrlə göstərirlər ki, şantaj da edirlər. Ki, hazırdır, bəli, təhdid edirlər. Bütün bunlar, əgər Rusiyanın oradakı bir dayağı, dəstəyi olmasa, Azərbaycan qısa müddətdə torpaqlarını azad eləyə bilər və mən şübhə də eləmirəm. Yəni, nə qədər Rusiya çəkilsə qınara, biz tək başına məsələni eləyə bilərik. Əslində, Rusiya bu prosesin uzanmasında daha çox maraqlıdır, bu gərginliyin qalmasında, necə ki, Orta Şərqdə biz danışdıq. Jirinovski onda Bakıda yalan danışırdı ki, deməkdə ki, Rusiya münaqişənin qısa müddətdə əlində maraqlıdır, çünki Azərbaycanla verməsinə dostluq etməz. Hətta bir fikir də, bir sual verdi, deyəsən, tələbələrdən biri Slavyan Universitetində Dağlıq Qarabağla bağlı. Dedi ki, valla, elə burada deyəsən, səmimi cavabı burada verdi. Dedim, bu mənliydi, bunu Putin həll eləyib. Yəni, əslində, Açarın elə Kremldə olduğunu təsdiq etdi. Bundan da əvvəl Yeltsin idi. O niyə həll eləmirdi? Yəni, Medvedev yaxud niyə addım atmırdı? Medvedev onun görüş təşkil etdi. Görüş təşkil etdi, Açar əlindədir deyən hərdən bir bu nümayiş elətdirdi qərbə ki, bu prosesi mən tənzimləyə bilərəm, amma son sözü ki demir. Yəni, Domokl qılıncı kimi Azərbaycanın və Ermənistan başının üstündə saxlayıblar bu problemi və Türkiyə ilə sərhədlərin açılmasının elə birbaşa bu prosesin qarşısını alan da həm də Rusiya təhdididir. Çünki Rusiyanın Qarabağ ətrafında torpaqlar boşalsa, Ermənistan, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesi başlayacaq. Bu da Rusiyadakı siyasi dairələrin maraqlarına cavab verir. Əslində, orada bir Qafqazda bir divara çalınmış bir mıx, belə deyək də bir ifadə var deyimdə. Bu, Ermənistan bunu xatırladır ki, Rusiya istədiyi vaxt gəlib Ermənistanın öz paltosunu asmaq üçün o mıxdan istifadə edir. Amma mən erməni saytlarına da baxıram, Elşad bəy. Onlarda da biraz qorxu yaranır. Düzdür, biz məntiqdən çıxış edirik ki, Rusiyanın siyasəti dəyişən deyil, amma onlar biraz qorxuya düşüblər. Nədən? Onlar da Azərbaycana artan səfərləri görürlər, Rusiyalı rəsmilər. Hətta Jirinovski kimi adamı gəlib Azərbaycanı tərifləməsini müşahidə. Onlarda sanki belə bir qorxu yaranıb ki, Ermənistandakı siyasi dairələrdə ki, birdən Rusiyanın mövqeyi dəyişər. Çünki onlar bütövlüklə Rusiyadan asılıdırlar. Və onlar Qarabağ məsələsində mütləq güzəştlərə getməyə məcburlar. Halbuki biz də bilirik ki, belə bir hadisə baş verməyəcək. Biz, Elşad bəy də toxundu, Araz bəy. Qarabağla bağlı Rusiyanın bu təşəbbüskarlıqlarına New Yorkda BMT sessiyası çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri bir araya gəldi. Məqsəd də oktyabr ayında Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan prezidentləri görüşmədi və görüşün müzakirə predmetini hazırlamalıdırlar. Amma yenə də, yəni biz nə qalıb ki, görüşə bir-iki həftə yəqin vaxt qalıb. Parisdə hər hansı bir irəliləyiş gözləyə bilərmi? Çünki mən məsələn açıqlamalara diqqət edirəm, elə bir konseptual məsələlərin həllinə yönəlik bir işartı görmürəm. Bəli, biz əslində bura qədər bu son 15 dəqiqədə təxminən danışdıqlarımızdan bu sualın cavabı təxminən aydındır. Azərbaycan və Türkiyənin
hərbi güclərini bir-birinə yaxınlaşdırması, Rusiyanın mövqeyi ilə bağlı bu dəyişiklik ehtimalının zəif olması, bunlar göstərir ki, təəssüf ki, ya Ermənistanın Rusiyadan asılılığı tam ortadan qalxmalıdır, Ermənistanda reallığı daha düzgün qiymətləndirən siyasətçilərin qərar vermə imkanı olmalıdır, ya da Rusiyanın qlobal eyni zamanda Qafqaza təsir imkanları, yəni qlobal təsir imkanları da xüsusən Qafqaza təsir imkanları azalmalıdır. Bu iki amildən biri baş vermədiyi müddətcə çətindir. Ya da Rusiya ilə bağlı ya da Vəfa Quluzadənin dediyi kimi Rusiya dağılmalıdır. O daha uzaq bir ehtimal olduğuna görə indi onu saxladım. Ya da Rusiya ilə bağlı ən az iki istiqamətdə elə ciddi problem ortaya çıxmalıdır ki, Azərbaycan həmin o iki problemlə eyni vaxtda öz ərazilərini işğaldan azad etmək üçün müharibə başladanda Rusiyanın bu cəhbədə də, yəni iki cəhbəsi var, deyək, həm Ukraynada problem yaşadı, bir ehtimal deyək də, həm Allah eləməsin Qazaxıstan istiqamətində və ya Çin istiqamətində nəsə bir problemi oldu Rusiyanın və ya Dnestriyanı bölgə ilə bağlı. Həmin vaxtda Azərbaycan da ərazilərini azad etmək üçün başladı. Rusiya üç cəhbədə problem yaşamayım, həm müsəlman, həm xristiyan, həm deyək, Çinlilərlə qarşı-qarşıya qalmayım düşüncəsindən daha məhdud çərçivədə hərəkət elədi. Bu ehtimallar ola bilər. Avqustda belə bir ehtimal var idi, bəli. Məsələn, mən avqustda hesab edirdim ki, bəlkə də mən yanılıram. 2008-i yox, bu ilin avqustundakı atəşkəs intensiv pozuldu. Mən düşündüm ki, artıq siz demiş, Rusiyanın başı qarışıb, Krım, Ukrayna məqamdır. Biz bir həmlə ilə Qarabağ ətrafındakı bir neçə rayonu azad edib Rusiyaya da Ermənistana da şərtlərimizi diktə edə bilərik. Amma nə baş verdi? Dərhal Soçidə görüş təyin olundu və o görüşdən sonra da müəyyən xəbərdarlıqlar edildi məncə Azərbaycana və yenidən atəşkəs. Əslində iyulun sonu, avqustun əvvəlindəki gərginliyi, cəbhədə yaşanan gərginliyi təşkil edən Moskva idi. Tamamilə doğrudur. Cəmi müddətdə Azərbaycan dövlət başçısı, müdafiə naziri xaricdə idilər. Yəni Azərbaycan buna başlaya bilməzdi. Biz çox geniş müzakirələr apardıq, müxtəlif mövzulara toxunduq. Mən hər iki qonağımıza təşəkkürümü bildirirəm. Əziz seyircilər, xatırladıram ki, proqramımızın bugünkü qonaqları siyasi ekspertlər Araz Aslanlı və Elşad Paşasoydu. Bəli, indi Rusiyanın Azərbaycandan belə deyək, asıllığı artıb, səfərlərin sayı da çoxalıb, gələn-gedənlərin də sayı hesabı yoxdur. Ukraynaya görə Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına çox mənfi təsir edir. Ona görə də Rusiya Azərbaycandan ən azı bol miqdarda meyvə-tərəvəz almaq istəyir ki, bu insanların tələbatının qarşısını ala bilsin. Lap yaxşı, yəni biz nə deyirik ki, Rusiya vətəndaşlarını da, Rusiyanı da, Moskvanı da, digər şəhərlərini də meyvə-tərəvəzlə təmin etməyə hazırıq. Ancaq belə olan halda biz bu verilişdə də bu məsələyə toxunduq. Rusiya hakimiyyəti zəhmət çəkib, əlinin altındakı Ermənistanı ağıllandırsın ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq olmaz. Əsas sual da budur, ağıllandıracaqmı? Mən şübhə edirəm. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.